Səs terapiyası nədir və niyə çalışan insanlar üçün bu vacibdir? Gün ərzində bir çox səslər eşidirik. İstər telefonun səsi, istər müdirimizin səsi, istər tıxacda avtomobillərin səsi. Səs terapiyası sirr, magiya deyil. Bu bir elmdir və hamı bunu bilir ki, bədənimizin 70-80% sudan ibarətdir. Və sudan ibarət olduğu üçün fərqli frekanslı cihazlar, alətlər, istər kristal kasaları olsun, tibet kasaları olsun, bizə birbaşa təsir edir. Bizim həm mental durumumuza, bizim həm emosional durumumuza, eyni zamanda bədənimizə və ruhumuza, çakralardan heç danışmıram. Xüsusilə çox çalışan və gərgin iş rejimində olan insanlar üçün səs terapiyası elə tam odur. Səs terapiyası bədəninə və ruhuna birbaşa reset düyməsidir. Elə bir seans növüdür ki, sən bunun təsirini dərhal görürsən. Sanki belindən və çiyinlərindən ağır yük götürülür və özünü dərhal çox azad hiss edirsən. Bu azadlıq da ruhumuzun azadlığı bizim birbaşa gündəlik həyatımıza, iş rejimimizə, bizim insanlarla olan münasibətimizə təsir edir. Sən də mənə qoşul ki, qəlbinin, ruhunun səsini dinləyə biləsən və eyni zamanda mental sağlamlığını bərpa edə biləsən.